En güzel əməllərdən birisi də möhtərəm qardaşlar, valideynlərimizi dəyərləndirmək, onlara gözəl baxmaq, onları gözəl şəkildə onların qulluğunda dayanmaq. Və deyərdim ki, insanın bu dünyadakı izzəti, şərəfi, onun ucalmasının birbaşa səbəbi valideynlərdir. Onların dualarıdır. Onlara etdiyimiz yaxşılıqlardır. Onlara etdiyimiz yaxşılıqların sayəsində Rəbbimiz bizlərə, qəlbimizə huzur verir, xoşbəxtçilik verir, səadət verir. Və bu dünyada və axirətdə bizləri xoşbəxt edir. Valideynlər çox önəmlidir, möhtərəm qardaşlar. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ Rəbbimiz buyurur ki, yalnız ona ibadət edin وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Valideynlərə qarşı ihsan edin, yaxşılıq edin. إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا Onlardan biri və yaxud hər ikisi sənin yanında qocalıq yaşına çatarlarsa فَلَا تَقُلْ لَهُمَا أُفٍّ Onlara uf belə demə. فَلَا تَنْهَرْهُمَا Onlara qarşı gəlmə. وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا Onlara gözəl söz söylə. Onlara gözəl söz söyləməklə onların qəlbinə sən bir xoşbəxtçilik salırsan. Və onun mükafatı olaraq da Rəbbin də sənə o xoşbəxtçiliyi nəsib edir, bəxş edir. Vallahi möhtərəm qardaşlar, bu dünyanın izzəti valideynlərin yanındadır. İnsan onlara gözəl davranarsa, onlara gözəl baxarsa, onlara uf belə deməzsə, görər ki, bütün dünya işləri də, axirət işləri də vallahi gözəl olar. Bütün xeyir qapıları onun üzərinə açılar.